Salam dəyərli izləyicilər. Bugün sizinlə nənəmdən qalan illərin sınağından çıxmış çox sadə və dadlı bir resept paylaşacağam. Ən maraqlı hissəsi isə budur ki, nənəm peçenyələrin üzərini şəkər tozuna batırıb bişirərdi. Sobadan çıxanda üzəri xırçıltılı, içi isə yumşaq olardı. Uşaqlığımızın ən gözəl dadlarından biri idi. İndi isə başlayaq hazırlanmasına. 2 ədəd yumurtanı biraz qarışdırdıqdan sonra üzərinə 2 stəkan şəkər tozu əlavə edirik. Əvvəlcə sodanı qatığın içinə əlavə edib qarışdırırıq. Ardından bu qarışımı yumurtanın üzərinə əlavə edirik. Ardınca südü də əlavə edib qarışdırmağa davam edirik. Biraz da qarışdırdıqdan sonra əritdiyimiz kərə yağını da bunun üzərinə əlavə edib yenidən yaxşıca qarışdırırıq. Qarışımın üzərinə biraz un əlavə etdikdən sonra qabartma və vanili bunun üzərinə əlavə edirik. Yaxşıca qarışdırırıq. Yenidən un əlavə edib xəmirimizi yavaş-yavaş yoğurmağa başlayırıq. Mətbəx stolunun üzərini yaxşıca sildikdən sonra yağlayıb xəmirimizi bura əlavə edirik. Və orada da yaxşıca xəmirimizi biraz yoğurduqdan sonra bölürük. Mən biraz ölçüləri daha iri götürmüşəm. Elə xoşladığım üçün istəsəniz daha balaca da götürə bilərsiniz. Budur, peçeni kündələrimiz hazırdır və bir boş qabda da şəkər tozu götürmüşəm. Qabın dibini yaxşıca yağladıqdan sonra hər bir kündəni şəkər tozuna batırıb duxovka qabına yerləşdiririk. Bu reseptlə tam 25 ədəd peçeniya alındı. Budur, nənəmdən qalan köhnə reseptlə hazırladığımız peçeniyalar artıq hazırdır. Bəs sizdə də bu cür peçeniya hazırlanırdı? Yoxsa buna başqa ad deyirdiniz? Şərhlərdə mütləq yazın, maraqlıdır mənə də. Videonu bəyəndinizsə kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Dəstəyiniz mənim üçün çox dəyərlidir. Növbəti videolarda görüşənədək.